investor ilk növbədə Paşa Bankın səhmlərini alarkən, yəni hansı məqamlara diqqət eləməlidir? İnsanlar səhmlərə invest edərkən ilk öncə onlar şirkətin gələcəyinə, biznesin gələcəyinə invest edirlər. Çünki səhmdar olmaq nə deməkdir? Həmin şirkətin ortağına çevrilmək, payçısına çevrilmək deməkdir. Siz bir şirkətin, bir biznesin payçısına çevrilərkən sözsüz ki, onun gələcəyinə inandığınız üçün həmin şirkətin payçısı olursunuz. Bu eyni zamanda elə Paşa Bank üçün də keçərlidir. Yəni bizim potensial səhmdarlarımız, yeni investorlar Paşa Bankın səhmlərinə invest edərkən daha çox şirkətin gələcəyinə invest edirlər. Onların şirkətin gələcəkdə yarada biləcəyi dəyərə invest edirlər. Sözsüz investisiya qərarı alınarkən keçmişə də nəzər salınır. Şirkətin, biznesin maliyyə göstəricilərinə, biznesin daşıdığı risklərə, şirkətin risklərinə, bunlar hamısı analiz zamanı göz önündə saxlanılmalıdırlar. Paşa Bankın uzun illər ərzində maliyyə göstəriciləri, biznesin inkişafı, biznesdə yaratdığı dəyərlər, bunlar hər kəsin göz önündədir və bunlar nəzərə alınaraq eyni zamanda şirkətin gələcəyi ikisi bir fonda birləşdirilərək potensial investorlar həmin şirkətin səhmlərinə, yəni bizim halda Paşa Bankın səhmlərinə investisiya edəcəklər.